Filosoflar əxlaq anlayışına necə yanaşırdılar? Əxlaq anlayışı qədim və geniş bir mövzudur. Əlbəttə onu 2-3 dəqiqə ərzində izah və şərh edib nöqtələmək olmaz. Amma gəlin biz bəzi alim və filosofların əxlaq anlayışına verdikləri qısa şərhlərin məzmunu ilə tanış olaq. Əvvəlcə onu deyim ki, əxlaq bir növ sosial inancdır. O etikadan öz qətliliyi ilə fərqlənir. İngilis filosoflar Hobbes və Hume əxlaqı tamamilə sekulyar bir norma kimi görürdülər. Onun dini, ilahi mənşədən gəldiyini rədd edirdilər. Spencer isə əxlaqı bioloji akt kimi izah etməyə cəhd edirdi. Huxley bunu eşidəndə dəli olmuşdu və bildirmişdi ki, təbiətdə ədalət və məhəbbət yox, dişlər və caynaqlar söz sahibidir. Yahudilərin öldürmək istədikləri Spinozaya görə isə həyatın ən yaxşı normalarını determinizm yaradır. Səbəb, nəticə əlaqələri. Həyatda heç kim günahkar deyil. Hər nəticənin özündən asılı olmayan bir səbəbi vardır. Pis adam nə üçün pis adam olduğunu bilmədiyi üçün pis adamdır. Kanta görə əxlaq ağıl qanunlarıdır. Yaxşını və pisi ağıl müəyyən etdiyi üçün Kant hesab edirdi ki, ağıl həm də əxlaqi öhdəliklərin təməlidir. Kantın əxlaqı iradə azadlığına əsaslanır ki, bu da praktik ağlın öz istədiyini etdiyi halda xeyirxahlığa yönələcəyinə inamdır. Kant deyir ki, iradəsi azad olmayan adam əxlaqlı ola bilməz. Kantın azad iradə əxlaqını öz evində əli silahlı Napolyon əskəri kimi görən Hegel isə praktik ağlın xeyirxahlığına şübhə ilə yanaşırdı. Çünki o Kantdan fərqli olaraq Fransız inqilabı zamanı Robespierre'in öz ağlının gücünü bütün mədəniyyətə qarşı qoyaraq nə hoqqalardan çıxdığını öz gözləri ilə görmüşdü. Gilyotin dəmirdən düzəldilmiş Robespierre'in özü idi. Hegel Fransız rasionalistlərinin və Napolyonun qanlı əməllərinin şahidi olduğu üçün maarifçiliyi təkcə ağlın azadlığı kimi anlamağın yanlış olduğunu düşünürdü. Kant isə Russo sentimentalizminin heyranı idi. İddia edirdi ki, ağlın yüyəni hisslərin əlində olmalıdır. Yalnız bu zaman zəka düzgün qərarlar verə bilər. Hegelin əxlaq anlayışı biraz qanuna oxşayırdı. Hegel əxlaqi öhdəlikləri fərdin üzərindən götürüb cəmiyyətin üzərinə qoyurdu. Rasional təməllərə fərd yox, cəmiyyət söykənməli idi. Nietzsche isə ümumiyyətlə əxlaq deyə bir şeyin olmadığını söyləyirdi. O deyirdi ki, əxlaqi həqiqətlər deyə bir şey yoxdur və indiyə qədər insanı əxlaqlı etməyə cəhd edən bütün təlimlər qeyri-əxlaqi olub. Nietzscheyə görə insanın məzmununu nə Tanrı yaradıb, nə cəmiyyət, nə ailə, nə də özü. Heç kim var olduğuna görə məsul deyil. Nə gəndələş kolu, nə insan. İnsan sadəcə var olan bir bütünün parçasıdır. Gerçək olan yalnız bir bütündür. İnsanın bu bütünün bir parçası olmaqdan savayı heç bir statusu yoxdur, özəlliyi yoxdur. Gördüyümüz kimi hər bir filosofun əxlaq anlayışına öz yanaşması var. Bizə görə isə əxlaq başqalarının şəxsiyyətinə, haqq və hüquqlarına hörmət etməkdir. Çünki biz dünyada tənha ola bilərik, amma heç vaxt tək deyilik.